Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü videomuzda sizlər üçün termokimyəvi tənliklər üzrə hesablamalarda 59-cu sualdan inşallah izahlara davam edəcəyik. Uşaqlar qeyd edelim ki, birdən 8 sayılı olan suallar da kanalımızda yer almışdır. Hal-hazırda davam edən videonun yuxarısında görürsünüz həmin videonun linkini və yaxud da ki, bu video bitəndən sonra son ekrana əlavə eləmişəm. Bundan əlavə uşaqlar bizim kanala göz ataraq digər deməli testlərin izahlarına baxa bilərsiniz. Ətraflı suallar, ətraflı playlistində. Ondan sonra digər model tiplər, qəbul sualları və s. və kanalımız kifayət qədər zəngindir bu baxımdan. Video keçməmişdən əvvəl kanala abunə olub videoları bəyənməyi, rəylərinizi də rəy bölümündə yazmağı unutmursunuz, əziz və hörmətli şagirdlər. Hazırdan bağlı maraqlananlar, deməli, bizim əlaqə nömrəsini yazaraq həm əyani, həm onlayn şəkildə dərslərimizə qoşulub faydalana bilərsiniz. İnşallah birinci sualda bizə rabitə verilibdir, bir də rabitə enerjiləri təqdim olunubdur və uşaqlar bizə deyir ki, bu reaksiya istilik effekti tapır. Ümumiyyətlə, biz bilirik ki, rabitə enerjiləri təqdim olunanda biz istilik effekti nədən tapırıq uşaqlar? Bunun üçün yaranan rabitələrin rabitə enerjilərini cəmləyirik və uşaqlar bir də reaksiyaya girən maddələrdə rabitə enerjilərini cəmləyirik və sağ tərəfdən sol tərəfi çıxırıq. Oradan aldığımız qiymət nədir? İstilik effektidir. Bunun üçün maddənin, bu reaksiyada iştirak edən hər bir maddənin açıq quruluşunu bilmək lazımdır. Yəni, C2H2-nin quruluşu bu şəkildədir. C, üsqat rabitə, C, alkinlərin birinci nümayəndəsidir. Bu şəkildədir. Üzərinə gəlinsin. Hidrogen bilirsiniz bu şəkildədir. HH-dır. Bir xəttlə birləşir və C2H altda demək 2 dənə karbonu çəkdi. Onlar təşkilat rabitə ilə bir-birinə birləşirlər və hidrogenləri də bu şəkildə bura düzmüş olacaq. İndi uşaqlar, əvvəl gəlin sağ tərəfə baxaq. Görək sağ tərəfdə, yəni əmələ gələn maddədə rabitə enerjilərini cəmləyək. Deməli, sağ tərəfə baxıram ki, bir dənə CC xətti var. Uşaqlar, bir dənə CC xətti var və CC xəttinin rabitə enerjisi nə qədərdir? 85 kilokaloridir. Sonra keçək. 1, 2, 3, 4, 5, 6. 6 dənə nə var uşaqlar? 6 dənə də deməli CH xətti var. Uşaqlar, 6 dənə CH xətti var və CH xəttinin rabitə enerjisi nə qədərdir? 100 kilokalori bölümü oldu. Vururam 6-ya, 600-dür. Uşaqlar, keçirəm indi sol tərəfə. Sol tərəfdə uşaqlar diqqətli olaq. Əvvəlcə bu maddəyə baxıram. Bu maddədə görürsən ki, bir dənə C3 qat rabitə C var və 3 qat rabitə enerjisi nə qədərdir uşaqlar? 200-dür və CH xətti uşaqlar. 2 dənə də burada nə var? 2 dənə də burada deməli CH xətti var uşaqlar və bu da eləcə deməli CH nə qədər? 100 deyilir 200 və ən nəhayət burada 2 dənə də HH xətti var uşaqlar. 2 dənə də nə var burada? HH xətti var və HH xəttinin enerjisi nə qədərdir? 105-dir. 2-ni də vuracaq 105-ə eləyəcək 210. İndi uşaqlar, bura nə qədərdir? 685-dir. Bəs bura nə qədərdir uşaqlar? 200, bu da 200, 400, 610-dur. Deməli uşaqlar, istilik effektini tapmaq üçün sağ çıx sol. Yəni, buradakı rabitə enerjilərini tapdıq, solda da rabitə enerjilərini tapdıq və sağdan solu çıxırıq uşaqlar. Sağdan solu çıxırıq. Yəni, 685-dən nəyə çıxıram? 610-u çıxıram. Dərhal 685-dən 610-u çıxıram, qalır 75. Uşaqlar, deməli, müsbət 75 kilojoule olacaq bizim kilokalori, daha doğrusu istilik effektimiz 59-cu sualda Y variantı. Bax, belə uşaqlar. Yəni, burada çətin bir şey yoxdur. Sadəcə sağ tərəfdə rabitə enerjilərini cəmləyirik, sol tərəfdə eyni qaydadan rabitə enerjilərini cəmləyirik və sağdan sola çıxandan sonra bu alınan fərqə biz nə deyəcək? Deməli, istilik effekti deyəcək. Yenə eyni mahiyyətli sualdır. C2H4-ün quruluşu belədir. Deməli, C2H4 uşaqlar budur və burada hidrogenin birini bura qoyuram. Eyni qayda ilə belə. Üzərinə gəlirəm H2. Bu da bu şəkildədir və ən nəhayət C2H6. Bax, bu formada bunu qəşəng belə gözəl gölçək yazdıq. Uşaqlar, rabitə enerjilərini indi hesablayacağıq. İndi nə edirəm? İndi nə edirəm uşaqlar? Baxın, deməli, biz indi burada nə edəcəyik? Hə, indi biz ilk öncə sağ tərəfdə rabitə enerjilərini tapacağıq. Sağ tərəfdə. Sağ tərəfdə uşaq rabitə enerjilərini tapan zaman, sağ tərəfdə rabitə enerjilərini tapan zaman əvvəlcə karbon-karbon baxıram. Karbon-karbon enerjisi nə qədər uşaqlar? 85 kilokaloridir. Burada bir dənə CC xətti var da. Bir də uşaqlar 1, 2, 3, 4, 5, 6 dənə var burada. 6 dənə də CH xətti var. CH enerjisi nə qədər? 100-dür vurdum olacaq 600. Şimdi keçirəm sol tərəfə. Sol tərəfdə baxıram. Bir dənə əvvəlcə bu maddəyə baxaq. Burada bir dənə C2 qat rabitə C var. Uşaqlar 2 qat rabitə enerjisi nə qədərdir? 150-dir. Gəlirəm 1, 2, 3, 4. 4 dənə də burada nə var uşaqlar? Deməli CH xətti var. Və olacaq bir dənə CH nə qədərdir? 100-dür, olduq 400. Və uşaqlar bir də burada nə vardır? Bir dənə də HH xətti var. Görsən bu budur. Və bunun enerjisi nə qədərdir? 105-dir. Uşaqlar indi bunları cəmləyək hamısını. Deməli, 400 üzərinə gəlinsin.
150 üzərinə gəlinsin 105. Elədir 655 burada uşaqlar. Və gələk bura. Burada 685-dir. 600, indi uşaq sağ çıx sol. 685-dən nəyi çıxıram? 655-i çıxıram. Belə cavab neçə qalacaq uşaqlar? Deməli qalacaq 30. Deməli müsbət 30 deməli kilokalori olacaq. Yəni 60-cı sualda D variantı. Əslində eyni mahiyyətli sualıdır. Sadəcə olaraq dedim buna da bir baxaq. Gələk 61-ci suala. Şu 61-ci sualın mən izahını ətraflı şəkildə bu sualda vermişəm. Yəni köhnə videoda deməli hansı sual idi və bu sualda hansı o sual. 43-cü sualda mən bunun qaydasını da izah eləmişəm. Əvvəlki videoda yer almışdı. Və mən uşaqlara belə bir qayda öyrətmişəm ki, əgər sizə deməli bir neçə mərhələdə reaksiya verilərsə, bu zaman əsas mərhələ tapmaq lazımdır. Burada əsas mərhələ tapmaq üçün sağ tərəfdə 2 dənə burada məhlul var. Sağ tərəfi 2 dənə eyni olandan, ən loru nümunəsini demiş Allah sizə. Sağ tərəfi 2 dənə eyni olandan biri 100% əsas mərhələdir. Burada görürsən sağ tərəfi məhlul ya əsas mərhələ budur, ya da budur uşaqlar. Bəs bu nə tər müəyyənləşdirirsiniz? Bunu o biri tənliyin köməyi ilə müəyyənləşdirirsiniz. O biri tənliyin hansı ilə əlaqəsi varsa, o əsas mərhələ deyil. Çünki əsas mərhələ heç bir mərhələdən asılı deyil uşaqlar. Bax, ən loru nümunə, ən loru variantda verirəm sizə. Sağ tərəfi 2 dənə eyni olandan biri 100% əsasdır. Bunu nətər müəyyənləşdirirsən? Ya bu əsasdır, ya bu əsasdır. Bunu o biri tənliyin köməyi ilə müəyyənləşdir. O biri tənliyin hansı ilə əlaqəsi varsa, deməli o əsas mərhələ deyil. Əsas mərhələ birinci mərhələdir. Və əsas mərhələnin istilik effekti bərabər aradakıların cəmi. -19,1 üstəlik x, x də buradan tapanda 76-nın deməli üstünə gələcəksiniz 19,1 eləyəcək 95,1. Yəni burada x-imizin cavabı nədir uşaqlar? X-imizin cavabı 95,1 olmuş olacaq. Yəni D variantı. Bax belə. Bunun mənası odur ki, yəni reaksiya bir neçə mərhələ gedərsə, Hess qanununda, yəni reaksiyanın istilik effekti, reaksiyanın gedici yollarına və mərhələlərin sayından asılı deyirlər. Həmişə uşaqlara deyirik ki, əgər reaksiya bir neçə mərhələ gedirsə, yekun reaksiyanın istilik effekti aralıqdakıların cəminə bərabərdir. Yəni burada görsəniz ki, ya bu əsasdır, ya bu əsasdır. Sadəcə bu nə təmin edir? Bunu o biri tənliyin köməyi ilə. O biri tənliyin hansının əlaqəsi varsa, o əsas deyil. Ən loru nümunədə uşaqlar. Nə anlam ki, heç vaxt yadınızdan çıxmayacaq. Bunun izahını da, bunu həmin sualı, 43-cü sualda izahını da vermişəm. Ki, nəyə görə elə olur da? Demiş olar, gələk 62-ci suala. 62-ci sualda nə edəcəyik? Deməli, ilk öncə asetilin. Şu an asetilin bilirik ki, C2H2-dir və üzərinə oksigen gəlirəm. Yadda saxlayın. Tərkibində karbon, hidrogen, oksiyonla üzvü maddələr tam yanan zaman karbon qazı və su alınır. Əmsallaşdırılma CH-dir. Əvvəl C, sonra H, axırda O. C neçə dənədir? 2 dənə gətirib bura 2 yazıram. H 2 dənədir. Da bura heç nə yazmıram. Oksiyeni hesablayıram. 2-ni 2-yə vururam. 4, bu da 1, 5. Gətirib nə yazam? Uşaq 2-ni neçəyə vursam 5 eləyər. 2,5-ə. Yəni 5 bölü 2-yə də uşaqlar. Sonra hər tərəfi 2-yə vururam. Hər tərəfi 2-yə vuran sonra nə olur? 2, C2, H2. Deməli, üzərinə gəlinsin 5 dənə O2. Alınır deməli 4 dənə CO2. Üzərinə gəlinsin 2 dənə H2O. Və salam uşaqlar, tənliyimiz hazırdır. Rahatca işləyə bilərik indi. İndi bizə nə istəyir uşaqlar? Deməli, bizə deyir ki, 2,24 litir. Burada üstəyə yazıram 2,24 litir. Tam yanandadır uşaqlar. Nə qədər enerji ayrılıb? 130 deməli kilojol istilik ayrılıb. Bu da 2 moldur. 2 mol nə qədər normal şəraitdə? 44,8-dir. Buna da bir X deyirəm. X deməkdə buna bir A deyək. Çünki X var burada. Buradan A-yı tapıram uşaqlar. 2600 kilojol. Uşaqlar, deməli bizim reaksiyamız bu şəkildədir. 2C2H2 üzərinə gəlsin 5 dənə O2, alınır 4 dənə CO2, üzərinə gəlsin 2H2O. Plus 2600 kilojol. Deməli, bizim reaksiyamız budur. Və uşaqlar, bizə nə veribdir? Əmələ gəlmək istəklərini verib bizə C2H2-nin, CO2-nin və su ilə əmələ gəlmək istəyir. Hess nə demişdi rəhmətli? Ondan Hess qanunundan çıxan mühüm bizə nə idi? İstilik effekti bərabərdir, Q bərabərdir, sağ çıx sol. Uşaqlar, biz nə edirdik? Sağ tərəfdəki maddənin əmələ gəlmək istəyəni cəmləyirdik, əmsallar nəzərə alınmaqla. Bir də sol tərəfdə reaksiya girən maddə əmələ gəlmək istəyəni cəmləyirdik, sonra sağdan solu çıxırdıq. Və olar, burada biz bəsit maddəni götürürük, 0 götürürük. Yəni, burada oksigen 0 götürəcək. Və bizim istilik effektimiz var. Yazıram, müsbət 2600 bərabər, müsbətdə ehtiyac yoxdur. 2600 bərabərdir. 4-ü nəyə vururam? Şu əvvəl sağ tərəfi. 4-ü vururam, CO2-nin əmələ gəlmək istəyir. Nə qədərdir? Müsbət 394-dür. Ondan sonra üstünə gəlirəm, 2-ni vururam. Suyun əmələ gəlməsi nə qədər? Yoxdur. Zaten onu məndən soruşur. X minus C2H2-nin əmələ gəlməsi nə qədər uşaqlar? Mənfi 226. 2-ni də vururam nəyə? Mənfi 226-ya. Uşaqlar və bunu hesablamaq lazımdır. Bunu hesablayaq bir dəqiqə.
Deməli 2600, 14, 394'e vuranda üstüne gələndə hə, deməli buradan x də bərabərdir. Bizə dəqiqə onda vursa 2-yə. Müsbət 286 inşallah. Müsbət 286 eləyəcək. Bu şəkildə. Yəni suyun əmələ gəlmək istəyən son sofadaya maye halda müsbət 286-dır. Bu belə. Yəni inşallah burada çətinlik adi riyazi hesablamaqdır. Burada 2600 bərabərdir. Bula mötəzələ atırsan da. Dostum mən biraz sürətli elədim onu. Deməli mötəzəni açırsan. Burada 4-ü vursan 394-ə, 4-ü vurdun 394, 1576, 1576 üzərinə gəlinsin. Deməli 2 qız çıxılsın. Bu uşaq mənfi mənfi təsir edir. 2-ni vurursan nəyə? 2-ni vurursan 226, elə də 452 və salam. Heç nə, bundan bunun cəmliyi 2600-dən çıxıb, sonra 2-yə bölürsən. Bax belə. Yəni, x də bərabər 286 edəcək. Keçək növbəti suala. Yəni, uşaq, hesablama söhbətini yəni, siz özünüz də həll edə bilərsiniz. Zaten mənim işim nədir? Mənim işim onu yazmaqdır, sənin də işin onu eləməkdir, həll eləməkdir. Və salam. 63-cü sual, 62-ci sual tamamən eynisidir. Daha bir də asetlerin yanması üzründə uğraşmayaq. Zaten eyni sualda. Buraya yazıram tənliyi. Hazır varımız da onsuz da. 4 dənə CO2 üzərinə gəlinsin. Deməli uşaqlar 2 dənə H2. Bunu bayaq yazmışdı da bunun da var olmuyor. Deməli uşaqlar 11,2 litr yanda nə qədər enerji ayrılıb? 650 kilojul ayrılıbsa, bu da 2 moldur. 2 mol nə qədər? 44,8 edir. Buna da bir A deyək. Şöyle burada A'yı tapsaq 2600 kilojul. Deməli uşaqlar yenə də eyni söhbətdir. Və bizim tənliyimiz nədir? 2S2H2 deməli, burada yenə eyni sualdırmı? Yoxsa biz necə? Biz 63-cü sualı yazdık. Bax, yoxsa eyni sualdırmı? Bizə dəqiqə 62, 63 fərqli suallar deyəsən, ziyanı yoxdur. 5 dənə O2. Deyəsən, eyni sualı həll edirəm yenə də. Bir də qayıdıb baxacam ona. Deməli, plus 2600-dür. Uşaqlar, belə yazdıqmı? Deməli, yenə də yazıram. İstilik effekti bərabərdir. 2600 bərabər sağçıq sol. Əvvəlcə sağ tərəfdə 4-ü vururam nəyə? Deməli 394-ə plus 2-ni vururam nəyə? Suyun əmələ gəlmək istəyir. X-dir. Bu bizdə sağdır. Çıxılsın. Bəsli maddəni 0 götürürəm. 2-ni vururam nəyə? Mənfi 226. Və salam uşaqlar. Buradan X-i tapıram. Yenə də müsbət 286 olaraq müəyyənləşdirəcəyik. Yəni 63-cü sualda C variantı. Uşaqlar, inşallah ki, fərqli suallardır. Yoxsa mən eyni sualı izah elədim. Bir dəqiqə baxım hələ. Yox, uşaqlar, fərqli suallarmış. Amma birində sadəcə eyni mahiyyətli sual dərsində qalanda olsun. Ziyanı yoxdur. Gələk 64-cü suala. 64-cü sualda biz nə eləyəcəyik? Deməli, uşaqlar, XS maddəsi verilir. Bizə yanma istiliyi bu qədərdir. Deməli, XS deyə bir maddə təqdim olunub bizə. Adam deyir ki, bunun yanma istiliyi nədir uşaqlar? 1 mol maddənin yanması zamanı. 1 mol maddənin yanması zamanı ayrılan enerji nə qədərdir? 200 kilojouldur. Elə deyil. Və mənə fikir verirsənsə, məsələdə maddənin kütləsini təqdim edib mən. Ona görə mən də dərhal bu maddənin 1 molunun kütləsinə nəzər yetirəm. X-i bilmirəm. Əgər bilsəydim, onun üzərinə gəldim. 200-ün kütləsi 32-dir. X plus 32-yə nə yazıram? 200 yazıram. Bu şəkildə yaza bilərəm. Və mənə bir təqdim olunub ki, deyib, bunu mən 38,8 qram yandıranda deyil, 80 kilojol da istilik aldım deyir. Heç nə, burada ixtisar işləri aparsaq, deməli, x plus 32 bərabərdir, deməli, 97. Buradan x bərabər 65. Yəni olacaq B variantı 64-cü sualda. Belə kənar həddən o həddən nə bərabərdir? Ha belə. Yəni bu xüsusi həngəmə çıxartmaq lazım deyil. Yanma istinin tərifindən yola çıxıram. Yanma istinin tərifindən 1 mol maddənin yanması zamanı ayrılan istilik miqdarıdır. Mən sadəcə burada niyə kütləymişdim? Çünki məsələdə fikrim mən 38,8 qram yanında 80 kilojol yazıbdır. Ona görə mən x-i bilmirəm. Bilsəydim üstünə 32 gələrdim. Bu bunun 1 molunun kütləsidir. Ona 200 dedim. 38-18-də 80 dedim. Sağ ol, yola çıxdım buradan tapdım ki. Gələk 65-ci suala. 65-ci sual görək nədir? Bu sualı götürək bir dənə qəşəng, gözəl görsə sizin üçün ətraflı bir şəkildə detallayaq. Deməli, uşaqlar, bizə nə veribdir? 2 CO üzərinə gəlinsin O2 bərabərdir 2 CO2 plus 136 kilojol. Adam deyir ki, reaksiya axıra qədər gedir və hər ikisini eyni qədər götürüb. Bunu da A götürübdür. İnşallah bunu da A götürübdür. A götürübdür. Və deməli 136 kilojolda nədir uşaqlar? Üzr istəyirəm 34 kilojol enerji alır. Buraya yazıram 34 kilojol. Məsələ verir var uşaqlar. Mən də baxıram 2 mol 1 molla reaksiya girir və nə qədər enerji alır? 136. Və biz o vaxt demişdik ki, reaksiya girən maddənin hər ikisinin miqdarını kontrol eləməsin. Yuxarını aşağıya bölürsən. A-nı 2-yə bölürsən, A-nı 1-ə bölürsən. Uşaqlar hansı böyük olsa artıqdır. Təbii ki, A-nı 2-yə böləndə 0,5 A eləyir. Bu da A-nı da 1-ə böləndə A eləyir. O zaman bu nədir uşaqlar? Bundan kiçikdir. Deməli uşaqlar, burada hansı maddə artıqdır? Oksigen artıqdır.
Yaxşı, oksigen nədir burada? Artıqdır. Yəni CO artıq fikri dünəndən səhvdə heç ehtiyac yox ona baxmağa. Oksigen artıqdır uşaqlar. Və bilirsiniz hesabat aparılır tam səhv olana görə. 2-yə 136 alınırsa, aya nə deyirsən? 34 deyirsən. Yəni 2 mol CO daxil olanda 136 enerji alırsa, aya da nə deyirsən? 34 deyirsən. Və buradan ayı tapaq. Ayı tapaq. Uşaqlar, deməli 4 tapaq da 136 4-ə bölüblər. Onca 2-ni 4-ə bölə 0,5 mol. Deməli uşaqlar, A-mızın qiyməti 0,5-imiz. Hər biri 0,5, 0,5 olub uşaqlar. Və salam, hər birinin miqdarını bildim. Bir başlanğıc qaz qarşılığında 6,2 qədər molekul var. Fikir doğru. Çünki niyə? 0,5 mol bizim nəyimiz var idi? CO-muz var idi. 0,5 mol nəyimiz vardı? Oksigen. İkisi bir yerdə 1 mol eləyir. 1 molda nə qədər molekuldur? 6,2 qədər fikri dünəndən doğrudur. İndi uşaqlar, tənliyi bir də yazaq. 2 CO üzərinə gəlinsin O2 bərabər 2 CO2. Baxın uşaqlar, 2 mol bundan daxil olanda nə qədər CO2 alınır? 2 alınmır. O zaman bundan 0,5 daxil olsa bundan nə qədər alınır? Aydın məsələdir. 2-yə 2 isə 0,5-ə 0,5 olmalıdır da. Deməli, bu fikir də doğrudur. Uşaqlar, 1 də doğrudur, 2 də doğrudur. İndi ən nəhayət qaldı 4-cü fikrə baxmalıyıq. Uşaqlar, 4-cü fikrə necə baxacağıq? Deməli, biz bu tənli sistem bir də yazaq burada. 2 CO plus O2 bərabər 2 CO2. Baxın, 2 mol 1 molla gedir. Elə deyil. Bunu 0,5 verib, uşaqlar, bunu da 0,5 verir. Aydın məsələdə bunu artıq veribdir. Nə qədər artıq verib? Baş 5 dəftə 2-yə 1 lazımsa 0,5-ə nə lazımdır? 0,25 lazımdır. Onun yarısı qədər lazımdır. 2-yə 1 lazımdırsa 0,5-ə də 0,25 lazımdır. Ona görə uşaqlar, bizim nə qədər oksigenimiz artıqdır? 0,5-dən 0,25-ə çıxıram. Qalır 0,25. Nədir bizdə? Deməli, oksigen artıq qalır. Deməli, 1, 2, 4 bu variantlarımız doğru olacaq. 65-də Y variantı. O belə bir gözəl bir sual. Şu an, yəni burada həm mol var idi, həm digər məsələlər var. Yəni xeyli hesablama var idi. Gəlin uşaqlar baxaq 66-cı suala. Biz 8 m qram kalsium oksigeni tam yananda. Əvvəlcə tənlimizi yazaq. Kalsium üzərinə gəlinsin oksigen bizə nə verir uşaqlar? Kalsium o verir. Deməli, əmsallaşdıraq, bura 2 atıram, oksigen 2 dənə, bura 2 atıram. 8 m qram, buraya yazıram 8 m. Və deyir nə qədər enerji alıb? X kilojoule. Aha. Şöyle kalsiumun deməli 1 mol 40-sa 2 mol nə qədərdir? 80 qramdır və 80-ə nə yazıram? Bir A yazıram da. X yazmıyorum. X var burada. İndi buradan A'yı tapaq. A'yı buradan tapanda uşaqlar deməli nə tapıram? 8-im düşür məxrəcə. Yuxarıda da olur 80 X. Belə deyir uşaqlar. Burada 8-dən 80 X sayıdan elir 10. Deməli 10x bölünsün m. Deməli uşaqlar bizim reaksiyamızın istiliyi effekti 10x böl m fikri doğrudur. İndi digər variantları orada axtaracaq uşaqlar. Ona görə 66-cı sualın yarısı o tərəfdə. Birinci fikir dəqiq doğrudur. İndi qulaq as, qalan fikirlər buradadır. Deməli uşaqlar bizim reaksiyamız bu şəkildə oldu. 2 kalsium üzərinə gəlinsin O2 bərabər 2 kalsium O. Deməli plus 10x bölünsün m. Bu belə bir şeydir. İndi uşaqlar, təbii ki, bizim istilik effektimiz deyən birinci doğru 10x bölü m-dir və yanma istiliyi deyəndə tərif nədir? 1 mol maddənin yanması zamanı istilik effektinin yanan maddənin əmsalına bölür. Yanan maddə burada kalsiumdur. 10x böl m-i bölürük 2-yə. Bölürük 2-yə və bu şəkildə. İxtisar işləri aparıram. 5x bölünsün m. Deməli, uşaqlar, bu səhvdir. Deməli, bu yanma istiliyi 5x bölü mol olmalıydı. Yəni 5x bölünsün m olmalıydı. Burada m bölü 5x yazıb səhv. Arzular, kalsium oksidini əmələ gəlmək istəyir. Əmələ gəlmək istəyir tərkibini 1 mol maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı. Təbii ki, kalsiumu bəsit maddələrdən əmələ gəlib sorun deyil. İstilik effekti nəyə böləcək? Əmələ gələn maddənin əmsalına böləcək. Yəni 10x böl m 2-yə bölünür. Cavab nə eləməlidir? 5x böl m düzdür. Üçüncü doğrudur. Bu istilik effekti uşaq bu səhvdir zaten. Doğru cavabımız 1-3 olacaq. Çünki istilik effekti 10x bölümündə. Gələk növbət 67-ci suala. Uşaqlar, 67-ci sual siz əminlə deyirəm ki, 65-ci sualın tamamilə eyni versiyasıdır. Amma yenə mən bunu həll edeyim. Amma sizə bir tövsiyəm var ki, izaha dayandırırsınız. Qəşəng bir dənə özünüz bunu bir dənə gözəl bunu həll edirsiniz. Yəni, inanın ki, başararsınız. Bir balaca ürəkli olmaq lazımdır. Deməli, uşaqlar, gələk təminimizi yazaq yenə də. 2NO üzərinə gəlinsin O2 bərabərdir 2NO2 plus 136 kilojoule. Demək uşaq, yenə də mənə bunu da A veribdir, bunu da A veribdir və nə qədər enerji ayrılıb? 17 kilojoule ayrılıb. Və mən baxıram ki, NO neçədir? 2 moldur, bu da 1 moldur, bu da 136. Reaksiyaya girən maddələrdən hər ikisinin miqdarı verilir. Neydi? Yuxarını aşağıya bölürdü. Hansı böyük olsa artıqdır. A-nı 2-yə bölürəm, A-nı 1-ə bölürəm. Təbii ki, A-nı 2-yə böləndə 0,5 ayrılır.
A-nı da 1-ə böləndə zaten bir adam gözünə girir. 2-yə 1-dirsə A-ya A-da oksigen nədir burada? Artıqdır. Ya reaksiya axıra qədər gedərsə uşaqlar burada NO artıq qalanmaz. NO artıq qalan fikri dünəndən yalandır. Amma oksigen artıq qala bilər. Amma nə qədər artıq qala bilər onu birazdan tapacağıq. Və dedi ki, yuxarıdan aşağı burada hansı böyük olsa artıq hesabat aparılır tam sərf olunana görə. 2-yə neçə alınır? 136. Aya da nə edirəm? 17. Deməli uşaqlar Aya 17, 2-yə də nə deyirəm? 136. Uşaqlar deməli bu nə qədər azalıbdır? 130, uşaqlar 136-nı 8-ə bölüblər 17 eləyib. Yəni 2 vur 17 bərabərdir A vur 136. Yəni buradan A-yı tapanda uşaq 2-ni 8-ə bölmək lazımdır. Yəni 0-dan %25 mol eləyəcək. Deməli, hansı ki, hər ikisinin miqdarı uşaqlar. Yəni hər ikisi 0,25 mol olubdur. Yəni uşaqlar bizdə başlanğıc qarşılıqda 0,25 mol CO olubdur. 0,25 mol da oksigen olubdur. Və bunlar ikisi bir yerdə neçə mol edir? 0,5 mol edir. Biz də bilirik ki, normal şəraitdə bütün qazların 1 molun həzmi nə qədər? 22,4 isə deməli 0,5 nə qədərdir? Onun yarısı qədərdir. 11,2 litr fikri dünəndən nədir? Doğrudur. Və uşaqlar, gəldi indi digər variantları yoxlayacağıq. Deməli, mən indi baxıram 2NO üzərinə gəlinsin O2 bərabərdir 2NO2. İndi birinci variantı yoxlayaq. Bir 11,5 qram NO2 əmələ gəlir. Uşaqlar 2 mol bundan daxil olunur. Bir NO2-nin əmərini hesabla 14, 32, 46 vur 2-yə 92. 2 moldan 92 alınırsa 0,25-ə bir A deyək və buradan da A-yı tapaq uşaqlar. Deməli 2 neçə dəfə azalıb? 2 azalıb. Heç nə bunu hesablayaq bizə dəqiqə. 0,25-i vururam deməli 92-yə. Bir dəqiqə səbirli ol. 0,25-i vururam 92-yə. Bölürəm nəyə? 2-yə. Cavab verəcək 11,5. A da bərabərdir 11,5. Şu an bu 2 neçə dəfə azalıb? Tutulmadı. 2 neçə dəfə azalıb? Və 2 ilə bunu ixtisarsa bu 1 edir, bu 46 edir. Hə, 1 4 dəfə azalıbsa 46-nı da 4-ə bölürəm. Belə də eləmək olardı. Və ya da kənar hədlərin hasili ortadan asına bərabər. 0,25-i vurursan 92-yə bərabər A-nı vurursan 2-yə. Yəni çək sənin. 5 olaraq deməli bunu da tapmış oldu. A bərabərdir 11 tamam. Deməli bu fikir də doğrudur. Deyir 0,25 mol oksigen artıq qalır. Uşaqlar, indi baxaq bir dənə tənliyi bir də yazaq bura. 2NO plus O2 bərabər 2NO2 və təbii ki, burada 2 mola 1 mol lazımdırsa 0,25-ə də uşaqlar 2-yə 1-dir də. Zaten bunun artıq olduğunu demişdik sizə. 2-yə 1 lazımsa uşaqlar 0,25-ə deməli neçə lazım olur? Buna bir x desək, 2-yə 1 isə 0,25-ə uşaqlar x bərabərdir 0,125 mol lazımdır, elə deyil. Deməli, bizim oksigenimiz nə qədər? 0,25-dir. Ona görə 0,25-dən sıfıram 0,125-i. Bu da eləcək 0,125 mol. Uşaqlar, O2 burada nədir? Artıqdır. Yəni, artı olmanın artımı bu qədər artıq deyil. Yəni, doğru cavabımız 67-də 1-2 olacaq. Gələk növbəti suala, 68-ci suala. 68-ci suala görə nə edəcəyik uşaqlar? Deməli, götürək bu sualı. Axıra ancaq hesablamadı, biraz yorur adamı. Deməli, metanın tam yanması. İlk öncə metan CH4-dür, karbohidrogendir. Tərkibində karbon, hidrogen, oksigen olan bütün üzüm maddələr tam yanan zaman CO2 və nə alınır? Su alınır. Əmsalaşın cığa, əvvəl cıları düzəlt, sonra hıları buraya 2 atırsan, 2 oksigen burada, 2 buraya, buraya 2 yaz. Və salın. 5,6 litr yananda nə qədər enerji ayrılıb? 220 kilocal ayrılıb. İnşallah bu 1 mol normal şəraitdə nə qədər? 22,4 litrdir. Buna da bir x deyə. X də bərabərdir buradan 880 kilocal. Demək olar bizim təminimiz bu şəkildədir. CH4 üstə gəlsin 2 dənə O2 bərabərdir CO2 üzərinə gəlir 2H2 plus 880 kilocaldır. Stil effekti bu qədər doğru, bu yalandır. Bir uşaqlar. Metanın yanma istili müsbət 880, bu doğrudur. Yanan maddə metan da əmsalı 1-dir. 880-i 1-ə bölürəm, əla, bu doğrudur. İndi digərlərini yoxlayaq. Aşağılar, burada deməli 22,4 litr nə qədərlə reaksiya daxil olur? 2 vur 22,14, yəni 44,8-lə reaksiya daxil olursa, bəs 5,6 nə qədər daxil olur? Buna bir x deyək. X də buradan tapaq. 22,14 neçə dəfə azalıb? 4 dəfə azalıb. Uşaqlar, bunu da 4-ə bölək, eləyəcək 11,2, yəni bu da doğrudur. Testinin düzgün cavab variantı 1, 3, 5 olacaq. Deməli, 1, 3 yox, 1, deməli, 1, 3, 1, 3, 5, bəli, 1, 3, 5 olacaq testimizin düzgün cavab variantı. Hədə metanın yanma istili müsbət 880-dir, düz söhbətdir. Qardaş, baxaq bir dəfə də. Deməli, 880-dir. Deməli, metan yanan maddədə əmsalı 1-dir, əladır. Yanma istəyir uşaqlar, bəli, cavab olacaq 1, 3, 5 uşaqlar 68-ci sualda. Metanın yanma istəyir 880
kilojul böl moldur. Çünki nəyə görə? İstilik effekti 880-dir. Təbii ki, istilik effekti 880 isə biz bunu yanan maddənin əmsalına böldük. Yəni bu tamamilə nədir? Doğrudur. Cavab uşaq 1, 3, 5-dir. Keçək növbəti suala. Növbəti 69-cu suala baxaq. Şu 69-cu sualda da deməli burada siz nəyə diqqət eləməlisiniz? Fikir verirsinizsə uşaqlar C plus O2 bunu biraz ətraflı bir şəkildə bunu sizə izah edeyim. Tam başa düşərsiniz bu söhbəti. Qoy bir dənə bunu buradan götürək. Deməli uşaqlar burada olay nədir? Biz ilk öncə C plus O2 reaksiyasına bax C plus 2-də 1 O2-dən nə alırıq? CO alırıq, elə deyil. Və bunun istilik effekti nə qədərdir? Q2-dir. Sonra nə edirik? CO plus 2-də 1 O2-dən nə alırıq uşaqlar? Alırıq CO2 və bunun istilik effekti nədir? Q3-dür. Bir də uşaqlar C plus O2 reaksiyası birbaşa gedib CO2 alırıqsa, bunun istilik effekti nədir? Q1-dir. Əslində adam bizə Hess qanunu deyir. Hess qanunu nədir? Reaksiyanın gedişi yolları, reaksiyanın istilik effekti, reaksiyanın gedişi yollarından və mərhələlərin sayından asılı deyil. Yalnız reaksiya daxil alınan maddənin fiziki təbiəti və halından asılıdır. Yəni biz burada nə qeyd edirik uşaqlara? Deyirik uşaqlar, ya reaksiya bir neçə mərhələdə getsə, əsas mərhələnin istilik effekti aradakıların cəminə bərabərdir. Zaten adam burada sənə birbaşa C-dən CO2 alma yolunu təklif edib ki, buna nə deyibdir? Q1 deyibdir. Yəni Q1 bərabərdir Q2 plus Q3. Və yaxud da ki, bu iki dənə tənliyi tərəf-tərəfə topla. Bu iki tənliyi tərəf-tərəfə toplayanda bunlar getdimi? Burada qaldı nə? C plus 2-də 1 nə? 2-də 1 bir dənə oksigen elədimi? Elədim, elədi. Və sağ tərəfdən qaldı CO2 bir də Q2 plus Q3. Yəni uşaqlar gördünmü? Nə? Hansı tənliyanı? Aşdaş tənliyanıdır. Yəni Q1 bərabərdir Q2 plus Q3. Əslində bu oxlar da bunu göstərir ki, bu əsas mərhələdir. İşte birbaşa gedibdir. Bu da aralıq mərhələdir. Əsas mərhələnin istilik effekti bərabərdir aradakıların cəmini. Bəs olmuş olar. Əgər Q1 Q2 ilə Q3-ün cəminə bərabərsə, istənilən variantda Q1 Q2-dən də böyükdür, Q3-dən də böyükdür. Çünki riyaziyyatda 7 bərabər atıram da 2 üstə gəl 5 məsələndə. Aydın məsələ 7 həm 2-dən böyük, həm 5-dən böyükdür. Çünki onların cəminə bərabərdir axı. Q1 Q2-yə bərabər fikri dönəndən səhvdir. Q1 bərabər Q2 plus bəli, doğrudur. Bu nədir? Təbii ki, yalandır. Deməli, testin düzgün cavab variantı 1, 2 və deməli uşaqlar 5 olacaq. 69-cu sual. Keçək növbəti 70-ci suala. 70-ci suala görə söhbət nədən gedir uşaqlar? Deməli, bizə yenə də bu suallar iki dənə eyni mahiyyətli sualdır. İstəyirsiniz biz bu sualları götürək, ikisinə bir dənə qəşəng baxaq. Deməli, CO plus O2 reaksiyası verir. Bizə 2 CO plus O2 bərabərdir 2 CO2 plus 560 kilojol veribdir bizə. Deyir uşaqlar, tənliyə əsasən 300 qram karbon monoksid. Karbon monoksid CO-dur. Demək, daxil olursa, buraya yazıram 300 qram və buraya yazıram X. Demək, uşaqlar, karbon monoksidin CO-nun kütləsi 28, 2-ni də vururam 28-də 56 qram. 56 qram daxilində nə qədər almışlar? 560. Və salam. 56-ya 560, 500-ə X-dir və buradan X sarı 2 dəfə alsam. 56 bir dəfə, bu 10 dəfə. Sonra onu da vururam 300-ə də. X də bərabər 3000 olacaq. Testimizin cavabı 70-ci sualda. Sual birinci ixtisas qruplarının qəbul imtahanında istifadə olunubdur. Gələk növbəti suala. Yenə də bizim termokimyəvi tənliyimiz eyni qalacaq, amma bizdə nə dəyişəcək? Başqa hesabat soruşur bizdə. Deyir ki, 440 qram karbon dioksid. Karbon dioksid CO2. Yəni burada zaten elə verməyiblər. Buraya yazıram 440 qram, buraya yazıram X. Karbon dioksid 44. 2-ni vururam 44-də 88. 88-dən yazıram 560 yazıram. Buradan X tapan kənar hədlərin asılı orta hədlərin fasilinə bərabərdir. Və yaxud da ki, belə bir daha rahat hesablaya bilərsən. Yəni, bu ədədləri balacalaşdırmalı. Nətər? 88-dən 440 ixtisar ilə bu bir dəfə, bu 5 dəfə düşür uşaqlar. 5 dəfə düşür. Çünki 88-də 5 alınan 440 edir. Və salam, X də buradan tapanda 5-i vurursan 560-a. 5-i vuraq 560-a eləyəcək deməli 2800 eləyəcək deməli testimizin düzgün cavab variantı 2800-dür 71-ci sualda. Gələk növbəti 72-ci suala görə nə edəcək? Uşaq deməli metanın yanma reaksiyasını istəyir. Metan nə idi? CH4. Bayaqdan bir neçə dəfə yazmışam. Plus oksigen nə alınırdı? Karbon qazı ilə su alınırdı uşaqlar. Bura 2 yazılır, burada 2. Bayaqdan bir neçə dəfə həmsallaşdırmışam bunu sizin üçün. Və istilik effekti 800-dür. Çox yaxşı. Və mənə ki, ayrılan istilik 160 olası. Gətir bura 160 kilojol yazıram. Deyir, nə qədər oksigen sərf olunur? X-dir. Oksigenin 1 mol 22,4-dür. 2 mol nə qədərdir? 44,8-dir. Buna da yazıram 800. Da 800 neçə dəfə azalır? 5 dəfə azalır. Çünki 160 olur. Ona 44,18-də nəyə bölürsən? 5-ə bölürsən.
Eləcə 8,96. Demək x'imiz nəyə bərabərdir? 8,96 litr. Belə də eləyə bilərsən və yaxud da öz keyfin necə istəyir. Kənar hədlərin asılı, orta hədlərin asılına bərabər. 800 vur x bərabərdir 44,18 vur 160. Kef sənindir. Sən nə tər istəsən o cür hesabla. Gələk uşaqlar, növbəti suala görə növbəti sualda biz nə eləyəcəyik? 73-cü sualda düşürdüyün yanma reaksiyasının qrafikinə əsasən. Deməli yazıram S üzərinə gəlsin O2 bərabər SO2. Demək olar qrafika baxanda görürəm ki, 8 qram yananda nə qədər enerji ayrılıb? 72 kilojul enerji ayrılıb. Düşürdüyüm 1 mol nə qədərdir? 32 qram. Ona da bir x deyək. X də bərabər. Şu an 32 4 dəfə azalıb da. Ona görə 72 nə edirəm? Vururam 4-ə eləcə 288. Və salam. 288. Demək olar S plus O2 bərabərdir SO2 üzərinə gəl 288 kilojul. Əmələ gələn maddənin əmsalı 1, 288 ilə 1-ə bölürəm, cavab verəcək 288. Nə idi əmələ gəlməsinin tərifi? 1 mol maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan istiliyin nə idi? Miqdarı idi. Belə. Davam eləyən növbəti 74-cü sualına. Deyir ki, uşaqlar, yenə 74-cü sual bilirsən hansı sualdır? Uşaqlar, bayaqlar buna bənzər bir dənə sual yazdım sizin üçün. Bilirsiz hansı sualdır? 64-cü sualdır. Yəni 64-ü yaza bilən uşaq, deməli 74-də rahatca yazmalıdır. Ziyan yoxdur. Biz yenə 74-cü suala bir izah verək. Deməli uşaqlar, burada yenə yanma istiliyini bizə bir XS deyə bir maddə veribdir. Bir yanma istiliyi 200 kilojol bölü mol. Yanma istiliyi uşaqlar 1 mol maddənin yanması zamanı ayrılan istiliyin miqdarıdır, elə deyil. Yəni uşaqlar 1 mol adam sənə fikir verirsənsə, maddənin kütləsini verib, sənə deyir bu maddədən mən 77,6 qram yandıranda 160 kilojol istili ayrılır. Mən indi nə etməliyəm? Bunun 1 molunun kütləsini tapmalıyam. X-i bilmirəm. Bir serinin üstünə nə gələrdim? 32 gələrdim. Ona da 200 istəyirəm. Və salam. Buradan da ixtisar işləri aparıram. Bayaqki sualın şuan tamamən eynisidir. Bayaqki sualın tamamən eynisidir. X bərabərdir. Buradan eləyəcək 65. Cüzü 97, 32 və 65. Şu an yenə deyirəm, siz hesablamanı öz bildiyiniz kimi eləyin. Kənar həddən asılı, o həddən asılı. 16-nı vursan x plus 32, bərabərsən 20-ni vursan 77,6. Yəni kef sənindir. Sən öz bildiyin kimi hesabla. Sən mənə fikir verməksən. Mən bəzən ya rəqəmləri sürətli görürəm, ya nəsə bir sürətli hesablayıram. Yəni sən mənə fikir verməksən bu məsələdə. Öz bildiyin formada hesabla. 75-ci sual 4-cü ixtisas qrupunun qəbul imtahanında istifadə olunmuş bir test nümunəsidir. Etilen S2H4 uşaqlar. S2H4 üzərinə gəlirəm oksigen. Yadda saxla. Tərkibində karbon, hidrogen, oksigen olan üzvü maddələr tam yanan zaman nə alınır? CO2 və su alınır. Əmsallaşdırma uşaqlar. CO. Əvvəl C-ları düzəldirsən. 2 bura 2 yazırsan. Sonra H-ları 4 gətirir bura 2 yazırsan. Ən nəhayət sonda oksigen. 2-ni 2-yə vursan 4, bu da 2, 6. Gətirir bura nə yazırsan? 3 yazırsın. Deməli uşaqlar, bizə nə etməli indi biz? Biz istili effektini bilmirik nədir? Hess rəhmətli nə demişdi? Hess qanunundan çıxan mühüm nəticə. Reaksiyanın istili effektini tapmaq üçün bizim qaydamız nə idi uşaqlar? İstili effektini tapmaq üçün sağ-çıx sol, yadda saxlamaq üçün bunu belə deyirəm. Məhsulların əmələ gəlmə istəyiklərini cəmləyirik, əmsallar nəzərə alınmaqla. Çıxırıq, reaksiyaya girən maddələrin əmələ gəlmə istəyini əmsallar nəzərə alınmaqla. Və bəsit maddəyi sıfır görürük. Gələk birinci uşaq, sağ tərəfə baxaq. Sağ tərəfdə bu 2 dənə maddə var. Deməli, CO2-nin əmələ gəlməsi nə qədər? 400-dür. 2-ni nəyə vururam? 400-ə. Üstünə gəlirəm. Suyun əmələ gəlməsi nə qədər? 286. 2-ni vururam 286-ya. Bu bizdə sağ tərəf, uşaq, sağ tərəf çıxır. Keçirəm o bir tərəf. Sol tərəfdə bir dənə maddə var. Onda deməli, əmələ gəlməsi nə qədər uşaq? Mənfi 50-də. Əmsalı yoxdur da. Heç nə. 800. İndi bunu hesablayaq bir dənə uşaq. Əslində belə cavabı bilirəm, təqribini neçə edir. Çünki etliyin əmələ gəlmək istəyirəm, bilirəm ona görə. 2-ni vuraq 86-ya, üstə gəlinsin 800, 972. 972 uşaqlar. Pis elə üzr istəyirəm, düz hesablamadım. Ay qardaş, mən nə belə edirəm? 486-nı vuraq 2-yə də, 2-yə də. 973 düzdür da. 972 və üstünə də nə gəlirəm? Üstünə gəlirəm 50-ni. Çünki mənfi 50 birisi də müsbət 50 olur. Deməli uşaqlar, bizim testimizin düzgün cavab variantı inşallah düz hesabladım. 1022 elədi uşaqlar. Bu belə bir cavab alındı. Nəsə səhv hesabladım 100%. Çünki bu 1422 olmalı idi. Nəsə səhv getdi burada. Bir dəqiqə gözləginəm. Bir dəqiqə gözləginəm. Biz nəsə səhv hesaplamışıq burada. Əslində milyon faiz nəsə səhv hesaplamışam. Deməli sağ çıx sol. 2-ni vurdum 400-ə 800. Hə qardaş 800.
Sağ tərəfdə. Burada nəsə uyğunsuzluq var. S2H4 yanan zaman da CO2-nə su alın. Buraya 2 attım, buraya 2 attım. 2-ni 2-yə vurdu, burada 2 aldı. Üst düppə düzdür. Deməli, sağ tərəfdə etlərin tam yanma istilik effektini tapın. Hətta düz tapıram da. 2-ni vurdum 400-ə, 800. Ayda, uşaq bunu səhv hesaplamışam. 2 vuruş 280. Deyirəm axı düz gəlmir. 572-nin üstünə gəlirəm. 800, elir 3372, onun da üstə 50 gəlirəm. Elir 1422. Şu an çox üzr istəyirəm. 1422. Deyirəm də nəsə səhv hesaplamışam. 2 vur 86 yazmışam. 286 yazmaq əvəzinə. Demək cavab şu an 1423. Çünki mən bunu bilirəm deyə istəyir effektini. Ona görə bilirəm ki, bu səhv gedir. 1422. Bilirəm ki, o qiyməti bilirəm deyə cavabı yaxşı olub atmalım hesablamaya baxdım. Sonra 76-77-ci suallara baxaq. Bu suallar 4-cü ixtisas qrupunun qəbul imtahanları. 76 4-cü qruplasının istifadə olunur. 77 1-ci qruplasının istifadə olunur. Deməli uşaqlar, bizə nə veribdir? 2H2 deməli üzərinə gəlinsin. O2 qaz bərabərdir 2H2O maye plus 572 kilojol. Bir də bizə nə veribdir? H2O maye bərabərdir H2O qaz minus 44 kilojol. Bizə belə bir tənlik verib. Deyir, buna istifadə edərək aşağıdakı tənliyin istilik effektini tapın. Uşaqlar, bu elə çətin bir şey deyil. Bax, bunun ən mərifətli yolu bilirsiniz nədir? İki tənlik verilib sənə. Bu iki tənlikdən istifadə edib bu tənliyi çıxarmalısan. Bunu sizə yolunu öyrədirəm. Bax, fikir ver uşaqlar. Burada H2 reaksiyanın solunda, burada solunda. O iki solunda problemsiz. H2O qaz sağda, burada da sağda. Amma bunun qabağında 2 var. Neynəməlisən? Bunu 2-yə vurursan. Gecə nəyə görə 2-yə vurduğumu. Bunu 2-yə vuranda uşaqlar bu neçə olur? 88, bu da 88 olur. Sonra tərəf-tərəfə toplayacağım. Tərəf-tərəfə toplayanda bunlar ixtisara gedir. Və yerdə nə qalır? 2H2 qaz üstəgəl O2 qaz bərabərdir 2H2O qaz plus 570-də şu an müsbət 572 plus 88. 570-dən 88 saniyyə qalır 484 kilojol. Bəs salam. Deməli 76 cavab 484. Gələk növbəti 77-ci suala. Uşaqlar, deməli bizdə bir reaksiya tənliyi veribdir. 2H2 üzərinə gəlinsin O2 bərabərdir 2H2O plus 572 kilojol. Belə bir tənlik verilib bizə. Uşaqlar, aqreqat alanı özüm yazmadım. O belə, yazır ki, uşaqlar, hidrogen həcm payı 44,8% olan hidrogen və karbon qazına. Uşaqlar, bizdə CO2 və hidrogen ibarat olan bir qaz qarışığı var. Onun ümumi həcmi 200 litrdir və onun 44,8% hidrogenin. Ona görə 200-ün neçə faizini tapıram? 44,8%-ni tapıram. Deməli, nə edirəm indi? 200-ü vururam, 44,8-ə cavab edəcək. Deməli, bölürəm 100-ə, eləcək 89,6 litr. Deməli, uşaqlar, bu option, bu 89,6-dır. Deməli, qalanı deməli nədir? O birisində 200-ün 44,8%, 89,6 edir. Bəs salam. Gəlirəm indi uşaqlar, bura yazıram 89,6 litr və yanında bilməm nə qədər enerji alır, x yazdım və 2 mol nə qədər normal şəraitdə? 44,8 litrdir. Buna da 572 yazıram. Və buradan x tapıram uşaqlar, 44,8 2 dəfə artıb da 572-ni 2-yə vururam, 1144 kilojol eləyəcək 77-ci sualda. Gələk növbəti uşaqlar 78-ci suala. 78-ci və 79-cu suallar uşaqlar mahiyyət etibarilə eyni suallardır. Sadəcə birini yazıram, digərini özün yazarsan. Eyni mahiyyətli sualdır uşaqlar. Deməli, burada nədir məsələ? Uşaqlar, deməli bizə 2H2 üzərinə gəlinsin. O2 bərabərdir 2H2O plus 572 bir termokimyəvi tənlik verilibdir. Və uşaqlar, burada bizə hidrogeni bir dəfə M1 verib, bir dəfə M2 verib və burada yəni biz dənə-dənə hesablaya bilərik. Necə dənə-dənə hesablayarıq? Hidrogen 4 qram deyil. 4 qrama nə yazaram? 572 kilojol yazaram. M1-ə yazaram. 2288. Bu minvalla M1-i taparam. Sonra bura M2 286 qoyub M2 taparam. Sonra M3 858 qoyub və belə davam edərəm də. Hər birini belə tapa bilərəm. Sonra da axırda cəmləyərəm. Amma mən bunu belirləməyəcəm. Mən bunu ən son belə bir hər təklif edirəm sizə. Gəlin bunların hamısını cəmləyək. Ən mərifətlisi. 2288. Üstəgəl 286. Üstəgəl 858. 50 uşaq 3432. Gətir buraya yazıram 3432. Burada yazıram onların cəmi. M1 plus M2 üstəgəl M3. Vəssalam. İşte bunu tapanda nə edirəm? Deməli M1 plus M2 plus M3 tapanda bunları cəmləyəndə bərabərdir uşaq nə etməliyəm? 4-ü vururam 3432-yə, elə 4 və bölürəm nəyə? 572-yə cavab edəcək 24. Yəni seçim sənindir. Ya dediyim kimi həll elə, dənə-dənə hesabla. Axırda M1, M2,
M3-ü tap və yaxud da belə yaza bilərsən. Şu an birinci yolu bir də təkrarlayıram. Birinci yol nətərdir? Birinci yol bu formadadır. Bunlar bir-bir hesablayırsan da, bax M1-ə yazırsan, M1-ə 2288. Bir belə yazırsan, M1-i tapırsan. Sonra bunu silirsən, M2-ni qoyursan yerinə. Başa düşdünmü necə? Dənə-dənə hesablayırsan da M2-yə 286. Sonra M3-ü qoyursan, onları tapırsan, sonra cəmləyirsən. Şu an 79-cu sual bu sual tamamən eynisi. Gələk növbəti 80-ci suala. 80-ci sualda uşaqlar nə edəcək? Deməli, reaksiya daxil olan maddə kalsium və oksigen. Əvvəlcə tənini yazar. Kalsium üzərinə gəlsin, oksigen nə verir? Ola bilər. Kalsium O verir. Kalsium 2 var, oksigen kimi ayaqlara heç nə yazmırıq da. Oksigen burada 2 dənə, burada 1 dənə. Gətirib buraya 2 yazıram, burada 2 yazıram. Deməli, uşaqlar, bu reaksiyaya girən bunda 16 qram veribdir. Bunu da 16 qram veribdir. Və deyir, nə qədər enerji ayrılıbdır? 254 kilojol ayrılıbdır. Kalsium 40-dır, vurdum 2-yə 80 qram. Bu 32 qramdır. Burada nə yazıram? Hələ bunu bilmirəm nə qədərdir uşaqlar. Buna bir x deyək. Biz demişdik ki, reaksiyaya girən maddələrdən hər ikisinin miqdarı verilibsə, biz nə etməliyik? Uşaq kontrol etməliyik də. Deməli, yuxarını aşağıya bölürük. Hansı bölürsə artıq. 16-nı bölürük 80-ə, 16-nı bölürük 32-yə. Təbii ki, sürətləri bərabər olan kəsdən məxrəci kiçik olan nədir? Böyükdür. Deməli, bu da oksigen artıqdır. Ona görə biz hesabat aparıq tam sərf oluna görə. Əslində bir adam gözünə girir. 80-32 lazımsa 16-16 oksigen çoxdur da. 80-ə x yazıram, 16-ya da 254 yazıram. Və sonra x-i buradan tapıram. 1270 kilojol tapıram. 1270 kilojol tapıram uşaqlar. Bizim reaksiyamız stil effekti. Elə deyil. 85 dəfə azaldı uşaqlar. 254-ü 5-ə vurdum da. Ki x-i tapmaq üçün. Ya da kənar hədlərin hasılı orta hədlərin hasına bərabər. 16 vur x bərabər 80 vur 254. Yəni 2 əfsanədir. Demək uşaqlar bizim reaksiyamız bu formadadır. 2 kalsiyumu plus 1270 kilojoldur. Əmələ gəlmək istənilən istilik effektin bölürük nəyə? Əmələ gələn maddənin əmsalına. 1270-i bölə 2-yə. 1272-yə böləndə 635 olacaq. Uşaqlar, əmələ gəlməsinin tərifi nə idi? 1 mol maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və ya udulan istilik miqdarıdır. Burada da mürəkkəb maddə bəsitlərdən əmələ gəlir. Sorun deyil, əmsalda 2 idi. O zaman 1270-i böləcək 2-yə. Sağ ol, salamat qal. Gəldi uşaqlar 81-ci suala. Görək 81-ci sualda nədən söhbət gedir? 81-ci sual uşaqlar. Deməli, maddə və karbonun kütləsi 30 qramdır və tam yanmasına istilik bu qədərdir. İstilik törətmə qabiliyyəti. Uşaq, istilik törətmə qabiliyyəti odur ki, yanacağın 1 kiloqramı yanan zaman ayrılan istiliyin miqdarıdır. Və yəni, vahidi kilojol bölü kiloqram. Zaten adam sənədir. Bax, yanacağın 1 kiloqramı yanan zaman ayrılan istiliyin miqdarıdır uşaqlar. 1 kiloqramı yanan zaman. Bu da tənasübdür da ən mərifətlisi. Burada 30 qram neçə kiloqram idi? Birisi də 1 kiloqram 1000 qramdır uşaqlar. 1 kiloqram 1000 qramdır. Ona görə 30 qram neçə kiloqram olur? 30-u bölərsən 1000-ə də uşaqlar. Deməli, neçə eləyəcək? 30 qram neçə kiloqram eləyir uşaqlar bizə dəqiqə? Deməli, 1 kiloqram 1000 qram. Sadəcə 30-u 1000-ə bölürəm də. 30-u 1000-ə bölürəm. Deməli, 30-u 1000-ə böləndə neçə eləyir? Deməli, 30-u 1000-ə bölürəm. Bu getdi uşaqlar. Eləyir deməli 0-dan deməli, %3 kiloqram edir. Ya da uşaq 0-dan %3 kiloqram edir. Bunda 1000-ə vuranda hədə düzdür. Deməli, 30 qram 0-dan %3 kiloqram edir. Uşaq, deməli, tənasüb qurramıdır. 0-dan %3 kiloqramdan 990 kilojol enerji alırsa, bəs 1 kiloqram nə qədər alınardı? X də bərabərdir buradan. Deməli, uşaqlar, 990-ı bölürəm 0-dan %3-ə. Cavab edəcək uşaqlar. Deməli, 33 min. Bu, belə bir şey. 33 min. Bir də hesablayaq uşaqlar. 990-ı bölürəm 0-dan %3-ə. Elədir 33 min. Bəli, cavab 33 mindir. Uşaqlar, və yaxud da bunu belə də eləyə bilərdin. Kilojol böl kiloqram. Yəni 900-ü böləcəksən, 990-ı böləcəksən, bu qramı kiloqrama çevir də 0-dan %3-ə. Və salam. Qad getdi. Bu kilojol, bu da qramı kiloqrama çevirir. 0-dan %3 kiloqram. Və salam. Sonra istilik törətmənin tərifi nədir? 1 kiloqram yanacaq yanan zaman ayrılan istiliyin miqdarıdır. Uşaq 82 və 83-cü sualları götürək, izah eləyək. Deməli, 82-ci sualda uşaqlar bizə nə veribdir? 24 qram kükürdü yandırda ayrılan istiliklə. Deməli ki, tənliyə baxıram. S plus O2 bərabərdir SO2 plus 288. 24 qram kükürdü yandıranda. Gətirib kükürdün üstə 24 qram yazıram. Aşağısına 32 1 mol. Və 24 qram yanında bilmirəm nə qədər enerji alır. X deyirəm bura və 32 yanında uşaq 288. Buradan x-i tapıram. Uşaq x-i buradan tapanda eləyir. Deməli 216 kilojol eləyir.
Elə də bir də gözlə 32-ni gördüm 24. Hər ikisini 4-ə böldüm. Bir də gözlə. 288. Arada bir mən göz sürətli hesablayıram. Sonra zayını çıxardıram. Bölünsün. Hə, uşaqlar. 32 vur x bərabər 24 vur 288. X bərabər 216. Yəni deyir ki, 24 qram küşüdür yandıranda ayrılan istilik. Nə qədər də 216-dır. Bir həmin istiliklə nə qədər suyu maye halından qaz halına keçirmək olar? Baxın uşaqlar. Bu çətin bir şey deyil. Uşaqlar, deməli bizim nə qədər enerjimiz var? 216. Yazıram bura 216. Deyir 216 kilojoulna neçə qram suyu maye haldan qaz halına keçirmək olar? Buna yazıram bir y qram. Və mən də bilirəm ki, 36 kilojoule enerji sərf olunur. Suyun kütləsi nə qədərdir? 1 molun kütləsi 18 qramdır da. Buradan y tapıram, eləyəcək 108. Belə. Uşaqlar, bunu dediyim kimi də bunun ən mərifətli yolu belə idi. Yəni burada 18 qram maye haldan qazlan keçsin 36 kilojoule enerji olursa 216-ya bir y deyirəm. Burada y tapanda uşaqlar bu 6 dəfə artırdı. 36-nı 6-ya vurublar. 216 vurub. Ona görə 18-i 6-ya vurdum. Yəni kef sənin də kənar həddlərin hasili orta həddlərin hasilinə bərabərdir. Yəni sən öz bildiyin kimi də yaza bilərsən. Gələk 183-cü suala. Deyir ki, uşaqlar, 720 qram buzun əriməsi üçün lazım olan enerjini əldə etməliyik biz. Deməli, uşaqlar, suyu bərk haldan maye hala keçirən zaman, deməli, nə qədər enerji udulur? 6 kilojoule enerji udulur və 720 qram buzun, gətirib bura 720 yazıram. Uşaqlar, bilmirəm nə qədər enerji lazım. Ona bir x deyirəm. Suyun 1 mol 18 qramdır, ona da 6 yazıram. Buradan x tapıram, uşaqlar. Deməli, 18 40 dəfə artırdı. 6-nı vuraq 40-a. 240 eləməlidir. 240. Deməli, uşaqlar, bizə 240 kilojoule enerji lazımdır ki, 720 qram buzu çevirək maye hala. Yine adam mənə sual verir ki, mən bu qədər enerjini əldə etmək üçün nə qədər metanı yandırmalıyım? Metanın da yanma tənini verib mənə, sağ olsun. CH4 plus 2 dənə O2 alınır CO2 plus 2H2 plus 960. Deməli, uşaqlar, mənə sual verir ki, mən 240 kilojoule enerji almaq üçün neçə litr metan yandırmalıyım? Buraya yazıram x litr. Və mən də x yazım, y yazım, x-də x olmasın, y-dir. Mən də bilirəm ki, 1 mol normal şərtdə 2214-dir və bunu yanan zaman 960 kilojoule enerji ayrılır. Buradan y tapıram, uşaqlar. 964 dəfə azalıb da, uşaqlar. Bax, 4 dəfə azalıb 240. Onu 2214-ü 4-ə bölürsən. Edir 5.6 litr. 83-cü sualda 5.6. Və gələk nəhayət növbəti 3 sual qalıb deyəsən, 86 sualdır. 84, 85, 84-cü sual uşaqlar. Dimin sınağında istifadə olunubdur 84-cü sual. Və uşaqlar, 84-cü sualda ilk öncə tənni yazaq bura. NH4 2 xrom 2 O7. Deməli parça alınır. Xrom 2 O3 üzərinə gəlinsin N2, üzərinə gəlinsin 4 dənə H2 plus 500 kilojoule. Və uşaqlar, bunu mənə A veribdir. Bunu A minus 40 verib. Əslində, bu mənə bilirsiniz nə demək istəyir. Bu mənə demək istəyir ki, biraz savadlı yanaşsam bu söhbətə. Bunun kütləsi nə qədərdir? 252. Bu nə qədərdir? 152. Uşaqlar, bunlar arasında fərq nə qədərdir? 252-dən çıxıram 152-ni. Bunlar arasında fərq 100 qram. Uşaqlar, bunlar arasında fərq nə qədərdir? 100 qram. Bunlar arasında fərq 100 qram olanda nə qədər enerji ayrılır? 500 kilojoule enerji ayrılırsa, istilik ayrılırsa, adı bu da A-40-dır. Fərq nə qədərdir? 40 qramdır. Buna da bir x istəyirəm. Buradan x-i tapıram uşaqlar. Deməli, ixtisar işləri aparıram qəşəng. Buradan da x-i tapıram 200 eləyəcək cavab. 200 kilojoule. Yəni, 84-cü sualda 200. Bu belə. Yəni, burada çox bəsit bir sualdır. Yəni, burada fərqi apardım. Sən bir də A-nı tapmağı mən nə edirəm? 250-150 uşaq fərq nə qədər? 100 qramdır. 100 qram fərq olanda 500 kilodur enerji ayırsa, bu A-da, bu da A-40-dır. Fərq nə qədər? 40 qramdır. 40 qram olanda da 200 yazırsan, daha doğrusu bir x yazsan və tapırsan 200 kilojoule. Və gəldi ən nəhayət suallar. 85-86-cı suallar. Aşağı yuxarı eyni mahiyyətli suallardır. Bu suallardan mən girişdə də bir neçə dənə həll eləmişəm. İndi bunun sizə birini və yaxud da ikisini, birini həll eləyəcəm, digərinə bunun eynisidir. Demək olar, S2H2-nin yanmasını yazıram. S2H2 plus O2 bərabərdir CO2 və s. Bunu bu günləri dəfələrlə yazmışam S2H2-nin yanmasını. Da bunun birisi də tərkibində karbon, hidrogen, oksigen olan bütün üzv maddələr tam yanan zaman CO2 ilə su alır. Əmsallaşdırma C, əvvəl C-ları düzəldirsən. C2 dənə, bura 2 yazsan. Sonra H-ları. Ən nəhayət olar. 2-ni 2-yə vurursan 4, bu da 1, 5. Gətirib buraya yazsan 5 bölü 2. Sonra hər tərəfi 2-yə vurursan 2S2H2 üzərinə gəlinsin 5 dənə O2, alınır 4 dənə CO2, üzərinə gəlinsin 2 dənə H2. Və salam, tənlik hazır uşaqlar. İndi mən nə edəcəm burada? Mənə deyir ki,
adı nədir? Əmələ gəlmə istəyikləri təqdim olunmuş olar və bizdə HES qanunundan çıxan mühüm nəticə nə idi? Rəhmətli deyirdi ki, reaksiyanın istilik effektini tapmaq üçün sağ çıx sol. Yəni istilik effekti Q-nu tapmaq üçün biz nə etməliyik? Sağ çıx sol. Yəni məhsulların əmələ gəlmə istəyini cəmləyirik. Çıxırıq reaksiya girən maddənin əmələ gəlmə istəyinin cəmini və bəsit maddə nəzərə alınmış olar. Bəsit maddə sıfırdır. Və əvvəldə sağ tərəfə baxaq. Sağ tərəfdə nədir uşaqlar? Sağ tərəfdə. Deməli 4-ü nəyə vururam? CO2-nin əmələ gəlməsinə qədərdir. Müsbət 394-dür. Plus 2-ni nəyə vururam? Suyun əmələ gəlməsinə qədər uşaqlar. 286-da müsbət olan bu sağ tərəf. Keçirəm sol tərəf. Sol tərəf yəni uşaqlar bir dənə mənfi 226-dır. Və sıralamış olar. Əvvəlcə yuxarını hesablayıram. Deməli nətər hesablayıram? 4-ü vururam 394-ə. 4 vurulsun 394, üstə gəlinsin 572, elədi 2148. 2148-dən uşaqlar 2148-dən çıxıram mənfi 226-nı. Bizdə mənfi təsiri müsbət olur. Üstünə gəlirəm 226-nı. Cavab eləcək 2000. Bir dəqiqə səbirli ol. Səhv hesabladım yəqin ki. 4-ü vurar 394-ə, üstünə gəlir 2 vur 286, 572-yə uşaqlar 2148 düz saplamışam. Üstünə gəl 226. Nəsə səhvlik var. Sonra 2-ni 286-ya vuranda neçə ilə 2-ni 286-ya vuranda 572 eləmir, düzdür. Üstə gəlinsin, üstə gəl 572 yadda saxla. 4-ü vur 394-ə və üstə gəl 572. Elədi 2148 düz saxlamışam da 2148-in üstünə 226 gəlir. Elədi 2374. Burada 100% nəsə səhvlik var uşaqlar. 100% nəsə səhvlik var burada. Ayda uşaqlar 2-yə vurmamışam bunu. Ona görə bayaqdan düz gəlmir. 2 vur mənfi 226. 2 uşaqlar yadımdan çıxıb. Burada səhvlik var. 2-ni vururam 226. Uşaqlar mən bunu belə sözüm yanlış çıxmasın. Mən bunu istilik effektini 2600 bilirəm. Ona görə dirəşmişəm bayaqdanlandır. Görəm nəyə səhv edirəm. Və cavab eləcək 2600 kilojoule. Və salam. Və uşaqlar, deməli bizim reaksiyamız hər şey bəllidir. 2C2H2 üzərinə gəlinsin 5 dənə O2 bərabərdir. Deməli 4 dənə CO2 üzərinə gəlsin 2 dənə H2O plus deməli 2600 kilojoule. Və salam. Tənlik budur uşaqlar. Burada səhv eləmişəm. Əmsal 2-ni nəzərə almamışam. Bilirsiniz, 2-ni mənfi 226-ya vurmamışam. Ona görə bayaqdan səhv edirəm. Deməli, çünki istilik effekti mən birbaşa bir 2600 yaza bilərdim. Mən onu bilirəm 2600 olduğunu. Adam mənə 5,2 qram asetilin yanında. Buraya yazıram 5,2 qram, buraya yazıram x. Asetilin 26, 2-ni vurdum 26, 52. 52, 2600-dür və buradan x tapıram 260. Bu belə. 86-ın sualının tamamən eynisidir. Sadəcə burada başqa tənasüb quracaq. 86-da deyir ki, uşaq, eyni sualda. 86-da deyir ki, sadəcə mahiyyət nədir? Deyir ki, 8,96 litr. Buraya yazıram 8,96 litr. Burada 4 mol. 4 mol nə qədərdir? 89,6 litrdir. Və salam, burada bir x istəyirəm. X yenə bərabərdir. 260 olmuş olacaq 86 sualı. Belə əziz şərtlər, gəlir videonun sonuna çatdıq. Ümid edirəm ki, çox ciddi elmi səhvlərə yol vermədik. İnşallah növbəti videoda görüşmək ümidi ilə sağ olun, salamat qalın, özünüzü qoruyun.